Dörd bucaqlının bir bucağını kəssək, neçə bucağı qalar? Dörd bucağının bucağını qulağını kəsməyə lazım. Qulağını. Sabahınız xeyir. Sabahınız xeyir. Necəsiz? Çox sağ olun. Siz necəsiz? Sağ olun, yaxşı olasınız. Biz sizə sual verəcəyik. Düzgün cavab verin və 20 litr yanacaq qazanın. Buyurun. Deməli sual. Dörd bucaqlının bir bucağını kəssək, neçə bucaq qalar? 3. Dəqiq. 4 bucağı mı? Bucağı qalmaz deyə düşünürəm. Fikirləşin. Dörd bucaqlının bir bucağını kəssək, neçə bucaq qalar? Yəni kəssək. 1 bucaq. Bir bucaq. Bir bucaq dedi. Səhv cavab verdiniz. Uğurlar sizə. Təşəkkürlər. Dişiniz ağrıyır. Allah şəfanızı versin. Dişim ağrıyır. Danışa bilmirəm. Sizin də dişiniz ağrıyır. 20 litr yanacaqla mən qazağa 80 litr yanacaq işlədirəm. Buradan qazağa gedib gəlirəm. 20 litr mənim harama bəsdir? Əlavət də nə olsun ki? Verin, Yox, bizim gərək sualımıza düzgün cavab verəsiniz. verin. Deməli sual. Dörd bucaqlının bir bucağını kəssək, neçə bucaq qalar? 4 bucağı qalır. Dörd bucağı. 4 bucaq qalır. Siz yaxşısı budur. Bizdən qazağa salam aparın. Təşəkkürlər sizə. Sağ olun. Bəli, gördüyünüz kimi biz tıxacdayıq və 20 litr yanacağımız var. 20 litr yanacağı görək kim qazanacaq. Qazana bilərdiniz, amma qazanmaq qazanır. Deməli 4 bucağını kəssək, bir bucağın 3 qalırdı. 3. Aha. Dəqiq. Bucağı qalmaz şundayız. 3 bucağı dediniz. 3 bucaq. 3 dənə bucağı qalır. 3. 3 dedi. Səhv cavab dedi. Səhv dedi. 4 bucaqlının bir bucağı 3 bucağı qalar. 3 bucağı. Bəli, 3 bucağı. Dəqiq. Dəqiq. 3 bucağı cavab. Nədənsə 3 bucağı çox deyirlər. Amma səhv cavab verdiniz. Cavabı deməyəcəm, çünki cavab çox asandır. Dörd bucaqlının bir bucağını kəssək, neçə bucaq qalar? Bunun cavabını axtarıram. Düzgün cavab verə bilərsiniz. Belə bir sifət var idi orada. Biz sizə sual verəcəyik. Düzgün cavab verin və bizdən 20 litr yanacaq qazanın. İstəyirsiniz? Yox. İstəmirsiniz? Bilmərəm. Cavab verə bilmərsiniz. Cavab verə bilməzsiniz. Şüşəsi bağlandı. Bu o deməkdir ki, istəmirəm. Biz sizə 20 litr yanacaq təklif edirik. Düzgün cavab verin, bizdən 20 litr yanacaq qazanın. Tamam. Deməli sual, dörd bucaqlının bir bucağını kəssək, neçə bucağı qalar? 1, 2, 3, 4, 5. Bir de deyin, bir şey deyin. 5 də 5 güncü qalır da. Axır ki, bəli, düzgün cavab verdiniz. Siz bizdən 20 litr yanacaq qazandınız. Təşəkkürlər sizə. Yaxşı, çox sağ olun. Bəli, düzgün cavab verdilər. Bax, dediyimiz kimi, dörd bucaqlının və şəkildə də görürsünüz burada aşağıda, dörd bucaqlının bir bucağını kəsəndə orada 5 bucaq əmələ gəlir və bunu da qazandılar. Bəli, bugünlük bu qədər. Çalışdıq ki, sürücülərimizi hədiyyəsiz qoymayaq. Gələn bazar ertəsi görüşərik. Mütləq görüşərik. Hələlik.